Xətti miqyaslı bu olan xəritədə A və B məntəqələr arasındakı məsafə 8 sm-dir. Digər xəritədə bu məntəqələr arasındakı məsafə 10 sm-dir. İkinci xəritənin miqyasını təyin edin. Şərtdən göründüyü kimi bizə miqyas verilib. Miqyas bərabərdir 125 və deyir ki, xəritədə bu məntəqələr arasında məsafə 8 sm-dir. Yəni xəritədəki məsafəm də verilib ki, 8 sm. Burada miqyas verilib, xəritədəki verilib məsafəsi. Mən burada həqiqi məsafəni tapmalıyam. Bunu tapmaq üçün də miqyasla vuracağam xəritəyə. Miqyas deməli 125, xəritədəki məsafə 8-dir. Bunu vurduq, cavab tapdıq 1000. Bu mənim həqiqi məsafəmdir. Və daha sonra deyir ki, digər xəritədə bu məntəqələr arasındakı məsafə 10 sm-dir. Yəni ikinci xəritədə mənim həqiqi məsafəm budur, amma xəritədəki məsafəm 10 sm-dir. Və məndən bu dəfə miqyası deyir, tap ki, miqyas nə qədərdir? Miqyas tapmaq üçün də həqiqi məsafəni bölürəm xəritəyə. Yəni 1000-i bölürəm 10-a. Bu da eləyəcək 100. 100 tapdım. Və məndə deyirdi ki, siz birinci məsələn xətti miqyaslı fikir verdiniz ki, 125-in sol tərəfində, kənar hissəsində kilometr yazılmışdı. Və mən kilometrindəki, yəni 5 dənə 0 silmişəm ki, bunu tapmışam da, izahlı formaya çevirmişəm. Ona görə yazıram 1 bölünsün 100 və kilometr olduğuna görə 5 dənə də 0 əlavə edirəm. 100 yazıb 1, 2, 3, 4, 5 dənə 0. Burada da cavab variantlarına baxırıq. Cavab olur D variantı.